Liftdə bir nəfər var. Qapı açılır və içəri əlavə 3 nəfər də birdən daxil olur. Onlar qabaqcadan liftin yerində 4 kaska qoyublar, həmin o 3 nəfər. Və içəri daxil olan kimi bu 3 nəfər yerdəki kaskaları götürürlər və başlarına keçirdirlər. Bunu görən əvvəldən liftdə olan bir nəfər, o 4-cü adam, baxır sağa sola və o da götürür kaskanı, keçirdir başına. Bu psixoloji bir eksperimentdir. Olunub, özüm şahid olmuşam. Bu nə deməkdir? Bu o deməkdir ki, psixoloqlar deyir, insanlar həyatlarını bir çox hallarda bu cür yaşayırlar. Qərarlarını bu cür verirlər. Mən niyə görə bu seçimi edirəm? Ona görə ki, başqaları edib. Məntiq yoxdur. Niyə görə insan yerdəki kaskanı götürüb başına keçirməlidir? Axı, burada nə məntiq var? Yox. Məntiqsiz qərar verir insan. Niyə? Çünki o 3 nəfər bunu edib axı. O fikirləşir ki, 3 nəfər bunu edibsə, deməli burada nəsə məntiq var. Xeyr, əzizim, məntiq yoxdur. Çaşma. Ola bilər bir şeyi insanların 90% etsin və o 90%-in hamısı səhv olsun, məntiqsiz olsun. Sən yolunu başqalarına görə seçmə. Nə deyərlər? Bu sindromdan xilas ol. Öz məntiqinlə doğru yolu seç və get. Sağ olun.